Salam, bu videoda fritur yağının xüsusiyyətlərini, funksionallığını, düzgün istifadə qaydalarını və digər yağlardan nə ilə fərqləndiyini detallı şəkildə nəzərdən keçirdəcəyik. Fritur yağı xüsusən qızartma prosesində istifadə üçün ideal bir komponentdir. Yağın ömrünün uzadılması üçün tərkibinə əlavə olunan sintetik antitoksin maddələr san fritur qızartmalı yağımızın tərkibində yoxdur. Yağı istifadəyə verməzdən əvvəl temperaturun düzgün olub-olmadığını mütləq yoxlayın. Doğru istilik dərəcəsi qidaların yanmadan bişməsinə kömək edəcək. Fritur yağı məhsulların qızartma prosesinin keyfiyyətli olması üçün xüsusən hazırlanmış bir yağ. Xüsusi hazırlanmış bu yağ məhsulların bişmə prosesində çölünün xırçıltılı, içinin isə yumşaq qalmasını təmin edir. Yağı filtr edərək daha sonraki istifadə üçün təmiz saxlayın. Digər bitki yağları fritur yağlarından daha az istilik dözümünə malikdir. Buna görə də bu yağlar qızartma üçün uyğun deyil. Fritur yağı qızartma mətbəxinin gizli qəhrəmanıdır. Onun yüksək istilik sabitliyi və düzgün istifadə qaydaları sayəsində mükəmməl nəticələr əldə edə bilərsiniz. Ümidvaram ki, fritur yağı haqqında verdiyim məlumatlar sizlər üçün faydalı oldu. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşərik.